Salam, hər vaxtınız xeyir olsun xanımlar. Yeni kargo açılışımız var. İstədim sizinlə birgə açaq. Temadan sifarişlərimdə gəlib birgə açaq. Sizə bəzi məlumatları verəcəm inşallah. Mən bunları necə əldə etmişəm, istədim sizə görüşüm. Bu parfümdür. Daha doğrusu yox, bu parlı ütüdür. Hansı ki, bunun qiyməti Temuda 40 manata yaxındır. Amma mən bunu 18 manata almışam. Necə almışam? Səhifəmdə paylaşmışam. Climb Credit vasitəsilə, həmin indirim kartı vasitəsilə mən bunu 18 manata almışam. Əslində mən bunu aylardır istəyirdim almaq. Gözlədim ki, indirimə düşsün. Nəsə bir indirimə yaralanım, alım. Və nəhayət bu indirimə əldə edə bildim. Bütün YouTube'da, bütün Temuda sifariş verən xanımların hər birini bu parlı ütüdən alıb. Bütün də hamı razı qalır. İnşallah ki, mən istifadə edəcəm. Sizinlə fikirlərimi bölüşəcəm. Bunu bura belə bir şey olmalıdır bu. Mesela belə bir şey taxılmalıdır. Aha, belə. Buradan bunu su tutan yeri də var. Aha, bu açılır belə buradan. Buradan bu açılacaq. Burası suyu tökəcəyik. Buradan bunu belə keçirdirsən belə. Aha, belə keçir. Aha. Belə üflənir. Elə Temudan aldığım, özüm üçün aldığım pencək var. Hansı ki, qırış-qırışdır. Heç unutmamışam. Bu üçün gözlədim ki, bu üçün açam. Əvvəlini və sonrasını sizinlə paylaşacağım. Sizə də fikir olsun, maraqlı olsun deyə. Sonra əsas məsələ, bunu çox həvəslə gözləyirəm. Bu hansı ki, məşhur 5 başlıqlı film. Bunun qiyməti xanımlar 50 manatdır qiyməti. Mən bunu indirimdən 5 manat almışam. Kimə deyirəmsə, heç kim inanmır ki, bunu necə 5 manat almışam. Yenə də deyirəm, Climb Credit, indirim kartı və promosyonlarla bu düşdü 5 manata. Mən bu filmi 5 manata əldə etmişəm. Mən buradan kartım açılır. Aha, belə açılır. Əlcək də qoyurlar, əlin yanmamaq üçün. Bu filmin özü. Bu saç kurutmaq üçündür. Bu saç kurutmaq üçündür. Bir başlıq. 5 başlıq olmalıdır. 5 başlıqlı filmdir. Bu belə bir şey. Bu düzləşdirmək üçündür. Saç düzləşdirməyə. 2 dənə də saç qurumaq üçün var. 2 cürə saç qurmaq yəqin ki, iri buruluq, biraz xırda buruq. Yox, deyəsən biri burmaq üçündür. Biri də o qat-qat kəsimlər olur, xanımların ən çox sevdiyi saç forması. Onun qatlarını çöl eləmək üçün. Çünki videoda bir xanımda görmüşəm. Hətta o videonu özümə indirmişəm də ki, mən də ora baxım, özüm üçün öz saçımı eləyə bilim. Belə. Sonra yerləşdirəm. Sonra 2 dənə özümə köynək zakaz vermişəm. Evdə giyməyə. Görəm bunlar necədir. Aha. Belə bir şeydir. Özüm XL vermişəm ki, geniş, rahat. Uzun da şalvarın üstünə düşən, rahat. Evdə giyməyə. Bunlar da indirimli qiymət almışam. Haradasa 6-7 manat civarı idi bu köynək. Bir dənə də olmalıdır. 2 dənə köynək. Bu necədir? Bu da belə bir şeydir. Bunu desəm çox, bu çox yekədir deyəsən, çox böyüdür. Bunda XL almışam. Amma çox böyüdür deyəsən. Yoxsa əllər yoxdur, evdə giyməyəcəm olsa geniş amma biraz böyüdür. Biraz yox, hətta çox deyərdim böyüdür. Keşke bunu el vurardım. Sonra bu nə balacadır. Mən bunu belə təsəvvür eləmirdim. Çox balacadır. Bu isə paltar asmağa şurkadır. 40 dənəli paslamayan poladdan. Bunu da indirimli almışam. Amma çox balacadır. Mən bunu belə təsəvvür eləmirdim. İnşallah ki, olsa möhkəm olar. Paltarı tutar. Amma çox balacadır. Bir dənəsi izi olmalıydı. Aha. Qəfiyim qalmışdı deyənə sonunda bir üzük oldu. Ay, nə incədir. Belə bir incə bir üzük. Xırda qaşdırmırlardı. İncə bir üzük parmağıma alacaq. Aha, oldu parmağıma. Belə bir incə bir üzüydü. Bu qədər xanımlar.